Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir. Əziz tamaşaçılar, CBC Sporta baxırsınız. Studiyada doktor Tutu Zeynalovadır. Qonağımız Azərbaycanın yeganə Avropa təhsilli, Viyanada təhsil almış uşaq revmatoloqu doktor Sevda Mustafayevadır. Vaxt itirmədən növbəti sualımı ünvanlamaq istəyirəm. Çünki suallarım çoxdur. Sevda xanım, autoimmun xəstəliklərin və ümumiyyətlə bu uşaq revmatologiyasına rast gəldiyiniz xəstəliklərin müalicəsində hansı çətinliklərlə rastlaşırsınız? Çünki revmatoloq deyəndə ilk ağla gələn hormon yazacaq. Bu başqa orqanlara mənfi təsir edəcək və biz də millət olaraq sevirik başqasının müalicəsinə müdaxilə etməyi və daha pis tərəfi həkimə güvənməyib də qonşunun, dostumuzun, tanışımızın və yaxud başqa bir qohum həkimin sözü ilə öz başına hərəkətlər edirik, yəni müalicəyə müdaxilə edirik. Burada hansı çətinliklərlə rastlaşırsınız və nə tövsiyə edirsiniz? Təəssüf ki, dedikləriniz tamamilə doğrudur və hər gün qarşılaşdığımız problemlərdən də biri məhz valideynin müalicəyə qarşı olan münasibəti. Öncə təbii ki, bu xəstəlik xroniki xəstəlikdir və valideynin bu xəstəliyi qəbul etməsi, mənimsəməsi, anlaması, həyat tərzi kimi artıq qəbul etməsi vaxt çəkir. Çünki bu bir günün, bir ayın xəstəliyi deyil və ömrünün axırına qədər bu xəstəlik davam edə bilər. Sadəcə növündən asılı olaraq mən valideynlərlə danışdıqda onu deyirəm ki, siz valideynlərlə mən həkimin işi ondan ibarətdir ki, cəm şəkildə bu uşağın xəstəliyini remisiya salmaq, yəni sakit dövrə salmaq, şikayətsiz dövrə salmaq və onu deyə bilərəm ki, elə xəstələrim var ki, şükür, yəni həm 10 ilə yaxın, 10 ildən çox olan remissiyada olan xəstələrim var. Heç bir dərman almadan da belə buna sırf valideynin diqqəti, nəzarəti, vaxtaşırı kontrollara gəlməsi, kontrollar zamanı laborator analizləri etməsi və təbii ki, mənimlə olan ünsiyyətidir. Bu yanaşma ilə yanaşıq gedən dərmanlara olan münasibəti bildirdiniz. Böyüklərdən fərqli olaraq mən bunu rahatlıqla deyə bilərəm ki, uşaqlarda steroid qəbulu çox kiçik bir kurs kimi yəni istifadə olunur. Davamlı steroid qəbulu çox nadir hallarda uşaq revmatologiyasında çox ciddi, ağır xəstəliklər zamanı məcburən istifadə olunur. Amma onu deyim ki, indiyənə qədər, yəni artıq 2012-dən işləyirəm uşaq revmatoloq kimi, davamlı steroid alan bir uşağım şükür ki, yoxdur. Və bu xəstələrin əksər hallarda steroidu biz keçid körpü kimi, yəni körpü müalicə kimi digər əsas xəstəliyin əsas müalicəsinə keçid kimi istifadə edirik. Təəssüf ki, valideynlərimiz belə deyək ki, o yanğını söndürmək üçün dərhal ki, sonra keçək normal müalicə. Normal əsas müalicə. Təəssüf ki, o ilkin mərhələdə o təcili yardım kimi istifadə etdiyimiz dərmanlarla valideyn uşaqda yaxşılaşmanı gördükdə bəzən dərmanları kəsir, kontrollara gəlmir, yaxşılaşmanı görür deyə müalicəni davam etməkdən imtina edir. Dərmanlar haqqında aldığı məlumatlar təəssüf ki, bəzən yanlış olur. Həm steroid haqqında, həm sitostatiklər haqqında. Halbuki bunu dəfələrlə həm səhifələrdə, həm yəni valideynlərlə söhbətlərdə biz bunu deyirik ki, steroidin doğru verildikdə, yəni uşağın çəkisinə uyğun, uşağın xəstəliyinə uyğun verildikdə heç bir yan təsiri olmur. Və onu da deyim ki, uşaq revmatoloqu mütləq uşaq endokrinoloqla bərabər çalışır. O nəzarəti heç vaxt yəni boş vermirik. Çünki uşaq
böyüyən bir, inkişaf edən, balaca bir kiçildirilmiş böyük orqanizmi deyil, inkişafda olan bir orqanizmdir. Burada həm boy, həm çəki artımı, həm cinsi inkişafı öndədir, önəmlidir və bunu nəzarətsiz qoymuruq. Ki mən burada xəstəliyi müalicə edim, amma digər tərəfdə hansısa bir ziyan verim, təbii ki, elə deyil. Və ən bəlalı yerimi sizlə bölüşmək istəyəcəm. Son yəni qarşılaşdığım hadisə davamlı yəni sitastatik alan bir xəstəm. Yığılmış hepatik artritin bir növü var, psoriatik artrit. Mənimlə görüşdən sonra, yaxşılaşmadan sonra 2 il yox olur. Təəssüf ki, dəfələrlə yazsam da mən biraz narahat həkimlərdənəm. Ona görə kroniki bir xəstələrim olduqda hal-əhval tutmağı, yəni bu narahatlığımı yəni cavab olaraq, yəni hal-əhval tuturam. Amma gözdən qaçır, itir bu xəstə. 2 ildən sonra uşaq reanimasiyada ağciyər, yəni tənəffüs çatılmazlığı ilə, ağciyər iltihabı ilə reanimasiyada yatır və aydın olur ki, mənim yazdığım resept 2 il öncə yazdığım resept dəfələrlə ana tərəfindən öz başına təkrarlanır xəstəliyin residiv dönəmində. Və təbii ki, cavab da alır. Çünki o dediyim təcili yardım ilkin mərhələdə istifadə olunan dərmanlara cavab verəcək. Yenə kəsir, yenə də davam edir. Sitastatiklər, metotrexat kimi sitastatiki sərbəst şəkildə verməyə, yəni inanın mən bir şok yaşamışdım. Bu yanaşma valideyn tərəfindən məni sonra günahlandırdılar ki, sizin yazdığın müalicə nəticəsində idi. Təbii ki, burada önəmli uşağın sağlamlığı idi, ya mənim günahkar olub-olmamağım deyildi. Amma bu yanaşma ilə valideynlərin qeyri-ciddi dərmanlara qeyri-ciddi münasibəti ciddi faciəvi nəticələrlə sona gətirib çıxara bilərdi. Şükür ki, o xəstəni biz yəni toparlandı, xəstə toparlandı. Çıxarda bildiniz vəziyyətdə. Çıxarda bildi, amma yəni yenə də burada yenə gəlir biz nəyə çıxırıq? Bu dərmanları satan apteklərə. Burada da vacibdir ki, o əczaçı belə dərmanlar görəndə, reseptin tarixinə baxanda o bilməlidir ki, bu reseptin tarixinə bu qədər keçib, bu dərmanı bu qədər qəbul etmək olar, olmaz. Yəni dərman dəyişdirməkdənsə daha çox işi onlardan ibarətdir. Belə hallara diqqət yetirsinlər ki, həm həkimi, yəni bütün həkimləri şükür Allah, hamımız sosial mediadayıq, hamımızın telefon nömrəsi var, mərkəzi klinikada, şəhərin göbəyində, yəni mərkəzi klinikada istədiyiniz həkimi tapmağa 5 dəqiqə vaxtınız lazımdır. Çağrı mərkəzinə zəng edir, sizi calaşdırırlar və yaxud da həkimə məlumat verirlər ki, sənin filan kəs axtarır. Yəni bu həm də əczaçının orada buraxdığı səhvdir, gözdən qaçırdığı andır ki, resepti götürəndə tarixinə baxın, ağır dərmanlar gördüyünüzdə mütləq təkrar müalicə üçün, həkim müalicəni davam et deyəndə biz təkrar resept yazırıq. Bəli. Mən hətta çox vaxt köhnə resepti cırıb tullayıram ki, xəstə səhv salar, nəsə olar, dərman istifadə qaydası dəyişir, dozası dəyişir və s. Və buna görə də bu mövzuda əczaçıları da diqqətli olmağa çağırırıq. Bəli. Ay həkim olaraq ki, bax belə hallar olmasın. Bir də reseptdə artıq, yəni xroniki xəstə, tək revmatologiyaya aid deyil, xroniki xəstəliyi olan pasientlərə reseptlərdə müddət yazmaq önəmlidir. Yəni qısa müddət davamlı alsa da bu dərmanı baxmırlar ona doktor resepti və heç resepti baxmırlar. Hansı dərman lazımdır, dərhal gətirib verirlər. Burada bir məsələ də vacibdir. Əgər görürsünüzsə ki, resept köhnədir, bilin ki, bu xəstə davamlı kontrollara getmir ki, 5 ilin reseptini gətirib eyni dərmanı istəyir sizdən. Yəni bu 2-2-dir də bunun üçün əlavə təhsil almaq lazımdır. Sadəcə işinə ciddi yanaşan məncə əczaçılar bunu görməlidirlər. Uşaqlıqda bu revmatoloji xəstəliklər müalicə olunmazsa nə ilə nəticələnə bilər? Elə insan varmı ki, uşaqlıqdan var məndə bu problem deyir, amma diaqnoz gəlir 25 yaşında qoyulur. Var, təəssüf ki, hələ də var. Əvvəla, bayaq dediyim kimi, uşaq revmatologiyasında sadəcə dayaq-ərəki sistemlə yəni kifayətlənən, məhdudlaşan xəstəliklər deyil. Ona görə ağırlaşmaları da tək bu sistemlə deyil. Ətraflarda kontrakturalar, yəni kirəcləşmələr oynaqlarda
ən belə deyək, görünən ağırlaşma, ciddi ağırlaşmalardan biridir. Amma dediyim kimi digər orqanlarda bayaq dediyim çətir yuvenil idiopatik artrit adı ilə olan diaqnozda göz problemləri, göz xəstəlikləri var. Oftalmoloji problemləri yaşayan uşaqlarımız var ki, onlar müalicə almadıqda korluğa gətirir, çıxardır. Bayaq dediyimiz FMF xəstəsi diaqnozu doğru qoyulmursa, müalicə almırsa, xəstəliyin özü o qədər də təhlükəli deyil. Onun ağırlaşması qanda yığılan amiloid, serum amiloid A proteinin nəticəsində yaranan böyrək çatmamazlığına qədər gətirə bilən ağırlaşma var. Və ya həmin proteinin qan damarlarında yığılması nəticəsində hansı orqanda olarsa, mərkəzi sinir sistemi insulta gətirib çıxara bilər, vaskulitlərə gətirib çıxara bilər. Hər sistemdə bir revmatoloji ağırlaşma var və təəssüf ki, onların əksəriyyəti geri dönüşü olmayan ağırlaşmalar. Niyə yaranır bu xəstəliklər? Təəssüf ki, bu sualınıza cavab vermək biraz çox çətindir. Autoimmun xəstəliklər adından bəlli, autoimmun bizim immun sistemimiz Sistemimizin cavabıdır. Cavabıdır. Auto özümüzə qarşı olan bir cavabıdır. Müharibəsidir. Müharibəsidir. Yəni yad cisimə, yad agentə, infeksiyaya, bakteriya, virusa qarşı deyil, öz hüceyrəmizə özünə düşmən görüb də bu xəstəlikləri yaradır və autoimmun xəstəliklərdə revmatologiya sadəcə bir belə deyək, budağıdır, sahəsidir. Endokrinologiya da var, gastroenterologiya da var, yəni sırf autoimmun xəstəliklər. Onda bu xəstəliklər tək gəlmir. Haqlısınız, tək gəlmir. Yanaşı gedən xəstəliklər yəni hər dəfə də olmasa da, amma yanaşı gedən xəstəlikləri görürük. Elə dediyim artritlə gözün olması, bu artıq oftalmologiyanın autoimmun uveit və ya iridociklit, bəli, o autoimmun bir xəstəlikdir. Sadəcə gözlərdə görürük. Misal üçün, məndə olur bəzən gəlirlər bu autoimmun protokol üçün pasientlər, deyək ki, vitiligo, psoriaz və onları araşdıranda, anamnez toplayanda məlum olur ki, hə, bunlarda yanaşı olaraq İBS var və ya başqa bir xəstəlik var ki, görürsən ki, bu xəstəlik tək gəlmir, başqa bir problem də mütləq yanaşı olaraq qoşulur. Tək autoimmun xəstəliklərdən də yanaşı uşaq revmatologiyasında, təbii revmatologiyada ümumiyyətlə genetik xəstəliklər də var və bayaq dediyim autoinflamator. Autoimmun immun sistemimiz özümüzə qarşı olan bir cavabıdır. Autoinflamator özü-özündən alovlanan iltihab prosesi. İltihaba cavabdır. Xronikləşirmi o iltihab? Yəni budurmu problem? Təbii. Xroniki iltihab. Ümumiyyətlə uşaq revmatoloji xəstəliklər xroniki xəstəliklərdir. Yəni davamlı olan, ömrünün sonuna qədər davam edə biləcək bir xəstəliklər. Çünki xroniki iltihab haqqında təəssüf ki, həkimlərin də çox da məlumatı olmur çox vaxtı. Biz iltihab deyəndə ancaq nədir? Hə, nəsə dişlədi, qızardı, isti oldu, qızırması qalxdı, şişdi və s. müalicə olundu və keçdi. Bu akut iltihabdır. Akut iltihab, bir də var xroniki iltihab. Bir də var xroniki iltihab ki, aylarla, illərlə bəli. Və revmatoloji xəstəliklər sırf o xroniki iltihab silsiləsinə aid olan bir xəstəliklərdir. Və onu da deyim ki, genetik bayaq biz vurğuladıq, genetik yatqınlığı olan xəstəliklər də var. Autoinflamator xəstəliklər, bayaq dediyimiz FMF genetik xəstəlikdir. Sonra belə də deyim, o bayaq autoimmun xəstəliklər dediyimiz, sadaladığımız bəzi revmatoloji xəstəliklər var ki, misal üçün spondil artrit, HeLa B51 bir yatqınlığı varsa, yəni belə bir genin daşıyıcısı varsa, onda bu xəstəlik üzə çıxma ehtimalı daha yüksəkdir. Yəni tək autoimmuna deməyək, yatqınlıq da təbii ki, genetik yatqınlıq da var. Genetik yatqınlıq, stres harda dayanır bu xəstəliklərdə və yaxud belə bir elmi çalışma varmı ki, misal üçün deyirəm ki, ana südü ilə qidalanan uşaqlarda bu revmatoloqa müraciət daha az olur və yaxud nə bilim, ana ilə böyüyən uşaqlarda, ana ilə bağı uzun müddət saxlayan uşaqlarda mı deyim və yaxud anasız böyüyən uşaqda mı deyim, nə bilim, stressdə yaşayan bir ailədəmi? Yəni biz bu faktor olaraq görürükmü bunları? Çox gözəl mövzuya toxundunuz. Nəyə görə? Sadaladığınız faktorlar bir triggerdir, yəni qıcıq olan bir faktor kimi bu xəstəliyin alovlanmasına, ilk dəfə aşkarlanmasına və ya residiv
yəni təkrarlanmasından, təkrar alınmasından gətirib çıxaran faktorlardır. Qaldı ki, ana südündən danışdınız. Təbii ki, mən həm də dediyim kimi uşaq həkimiyəm. Pediatr kimi bu mənim yaralı yerimdir və bir şey də deyim, əvvəllər əgər bağırsaq florasına Sovet dövründə daha diqqət verirdilərsə, disbakterioz çox belə istifadə olunan bir termin idi. Sonra dedilər ki, yox, ümumiyyətlə belə bir xəstəlik yoxdur, bu bir önəmsiz bir şeydir. Hal-hazırda onun adını dəyişib probiota qoyublar və disbiozis qoyublar və artıq çox doğrudan da çox önəmli bir amil kimi, çox önəmli bir faktor kimi insanın həyatında xəstəliklərin xroniki, autoinflamator, autoimmun xəstəliklərin oyanmasında bir böyük rolu oynayan bir faktor kimi dəyərləndirir. Ona görə təbii ki, uşağın doğuşdan təbii qidalanması, ana südü ilə qidalanması onun həmin o faktorunun daha az təsir olduğunu bir dəlalətidir. Təbii ki, ana südü çox vacibdir. Çünki ana südü uşağın immun sisteminin təməlidir. Uşağın mikrobiotasının təməlidir ki, immun sisteminin 80% bizim bağırsaqlarımızdadır, onsuz da bunu bilirik. Ana südü həm də bizim uşağın mental inkişafında da geniş rol oynayır ki, ana südü ilə böyüyən uşaqlar daha özgüvənli olurlar, daha dayanıqlı olurlar bu stres situasiyalarına qarşı, daha tez çıxış yolu, daha tez adaptasiya olurlar bu şərait dəyişikliyinə. Buna dair də çox da elmi çalışmalar. İndi sadəcə problem bilirsiniz nədədir, doktor? Biz xəstəliyi müalicə edirik. Xəstəni müalicə edən yoxdur. Amma xəstəlik yox, xəstə var. Yəni, hər tərəfli baxmaq lazımdır. Başım ağrıyır, al bu dərmanı iç, baş ağrın keçdi. Yox, bu baş niyə ağrıyır? Nədir bu baş ağrıdan? Bu baş ağrımaq simptomu ilə bədən mənə nə demək istəyir? Hansı sistemindəki problemini baş ağrı kimi mənə göndərir? Bunu araşdırmaq lazımdır. Bir də son vaxtlar çox populyar olan xəstəliklərin psixosomatikası çox önəmlidir. Həm qidalanma təbii ki, həm də psixosomatika çox önəmlidir. Uşaqlarda isə təəssüf ki, bizim uşaqlar xroniki xəstə olduğu üçün cəmiyyətdən, məktəbdən, təhsildən asosiallaşırlar, uzaqlaşırlar. Bu çox böyük bir cəmiyyət üçün yəni böyük problemdir. Bilirsiniz, uşaqlar bizim gələcəyimizdir. Bir klişe bir cümlə olsa da, amma doğrudan da hər bir millətin gələcəyi böyüyən uşaqlardır, böyüyən nəsildir və onların belə xəstəliklərlə bağlı asosiallaşması, təhsildən uzaqlaşması bizim böyük bir bəlamızdır. Pəhrizə təkrar qayıtmaq istəyəcəm. Çünki sizin dediyiniz bakterial floradan danışdıq, həyat tərzi dəyişikliklərindən danışdıq. Təəssüf ki, bunu mən dəfələrlə hər bir xəstənin valideyninə deyirəm. Aldıqları abur-cuburlar, rəflərdə uzun-uzadı qalıb korlanmayan qida məmulatları, bunlar hamısı uşaqlarımızın sırf autoimmun xəstəliklərdən danışırıqsa, revmatoloji xəstəliklərdən danışırıqsa ən böyük düşmənidir. Təəssüf. Yəni paketli qidalar, işlənmiş qidalar, şirin qazlı içkilər, bu qədər şəkərin istifadə olunması, mavi işıq məruziyyəti, bütün bunlar bu iltihabı artırır. Hətta biz digər tərəfə geçsək, insanlarda qorxu, həyəcan, təşviş, paxıllıq, öfkə deyirlər, o hirs. Bunlar da əslində bu iltihabı artıran faktorlar siyahısındadır. Yəni biz burada baxmalıyıq, yəqin ki, bədən, zehin, ruh olaraq. Əgər ümumi sağlamlıqdan danışırıqsa, burada bir psixoloqla da görüşdürməkdə fayda var bu uşaqları. Bilmirəm, mənim subyektiv fikrimdə razılaşmaya bilərsiniz. Tək uşaqlarla deyil, o psixoloqların valideynlərlə görüşməsi çox önəmlidir. Çünki ilk dəfə bu xəstəliklə qarşılaşan valideyn çox stres yaşayır. Mən nə günah işlədim, nə etdim, necə, hansısa bir qüsur oldu ki, uşağın tərbiyəsində, sağlamlığında ki, bu xəstəliyə gəlib çıxartdı. Yəni, bu haqda dəfələrlə valideynlərlə danışıram. Təəssüf ki, bu autoimmun xəstəlikdir. Yəni, burada təbiətdən gələn bir hansısa doğru çalışmayan bir sistemimizdə olan bir defektdir. Bəli, və sizin günahınız yox, amma
sadaladığımız həm qidalanmada, həm həyat tərzində, həm o stres faktorlardan da danışdınız. Bunların rolu təbii ki, çox böyükdür. Bəli, mən təşəkkür edirəm sizə. Bəlkə hansısa sualı vermədim, o haqda danışmaq istəyirdinizsə, buyurun, son 2 dəqiqəmiz. Kameralar sizi çəkir. Bayaqdan da çəkir, amma xüsusilə son olaraq müraciətiniz bəlkə varsa, doktor, buyurun. Ən yaralı yerimiz uşaqların vaxtında müraciətin olmaması, yəni uşaq revmatoloquna vaxtında gəlməməyi və təəssüf ki, hələ də illərlə bitilin antibiotika terapiyası alan, illərlə steroid alan uşaqlarımız var ki, onları biz sonra belə deyək, o ağırlaşmaların müalicəsini aparırıq, nəinki xəstəliklərin müalicəsi. Son aylarda qarşılaşdığım 2 hadisəni deyə bilərəm sizə. Uşaq 9 il sklerodermiya, yəni diaqnozu ilə, yəni bu diaqnoz üzərindədir, amma bu diaqnozla müalicəsi yoxdur. 9 il ərzində demək olar ki, bütün ixtisaslardan keçib və yaralı yerimiz nədir? Sadəcə yönəltmək lazım idi. Demirəm mənə, demirəm digər kolleqama, sadəcə revmatoloq, bir böyük revmatoloq da görsəydi, ona doğru bir yol, doğru bir protokol, istiqamət verərdi ki, çünki artıq uşaqda elə görünüşündə dəyişikliklər var ki, onu sadəcə plastik bir cərrahın işi də bəlkə də kömək edə bilər, edə bilməz. Digər uşaqda isə 9 yaşındadır, 4 il ərzində davamlı kiçik dozda steroid alıb, deyəcəksiniz nəyə görə? Bizim belə bir gigromu deyilən əlimizin biləyimizdə olan çıxıntı var. Onu artrit bilib 3 il ərzində 9 yaşında uşağa steroid verilib. Amma sizin demək gigromaymış. Adi gigromaydı. Yəni onu kəsdik, endokrinoloq sağ olsun, yəni düzənli şəkildə uşaq sağlığına qovuşdu, boyu artdı, arıqladı, cinsi inkişafı normallaşdı. Yəni yenə deyirəm, biz daha çox ağırlaşmaların müalicəsini edirik hal-hazırda, nəinki xəstəliyin ilk başda diaqnozunu qoyub müalicə edirik. Gərək Ülkər xanım da çağırın bir dəfə verilişimizə. Sizin mövzuyla üstə gəlir olun mövzusu. Ümumiyyətlə, uşaq endokrinologiyası mövzusunda da çoxdur doğru bilinən yanlışlar. Bu haqda da danışaq. Təşəkkür edirəm sizə, doktor. Minnətdaram faydalı məsləhətləriniz və doğru məlumatlar üçün ki, bu məlumatlar hələ təzədir, çoxsu, çiğdir. Biraz qavramağımız vaxt alacaq həm həkimlərin, həm insanların. Amma yenə də biz nə qədər çox danışsaq, nə qədər çox yorulmadan məlumat versək, hərdən həkimlər deyir ki, bu haqda danışmışam, nə bilim, falan verilişdə. Deyirəm ki, o verilişə baxmayan tamaşaçılar üçün yenidən danış. Eyni tamaşaçılar baxsa da yenə danışın. Çünki bir neçə dəfə eşidəndə, 3-cü dəfə, 4-cü dəfə açıb oxuyacaq ki, axı bu nədir, bu haqda bu qədər danışırlar. Təəssüfə doğru bilinən yanlışlar o qədər zeynimizə, cəmiyyətimizdə də, hətta təəssüf ki, həkimlərimizdə də həyatımızda deli girib ki, onları çıxarıb atmaq biraz zaman alır. Eybi yoxdur. Biz əlimizdən gələni edək. Bu verilişdən 1, 2, 3 nəfər də nəsə bir yeni bir şey öyrəndisə, doğru istiqamət verə bildiysə, bunun üçün burada 40 dəqiqə oturmağa dəyərdi. Bugünkü Ay Həkimin qonağı Azərbaycanda yeganə Avropa təhsilli, Viyanada təhsil almış uşaq revmatoloqu doktor Sevda Mustafayevadır. Sevda xanım mərkəzi klinikada çalışır, biz eyni xəstəxanada çalışırıq. Birdən indi kiminsə problemi varsa müraciət etmək üçün ünvanı da qeyd etdim. Son olaraq təşəkkürüm verilişimizin sponsorlarınadır. Ştada şirkəti verilişimizin baş sponsorudur. Xroniki prostatik və sidik ifrazı pozğunluqları 40 yaşdan sonra kişilərdə tez-tez rast gəlinən problemdir. Vitapros prostat vəzinə məqsəd yönlü təsir göstərən bir preparatdır. O iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin simptomlarını aradan qaldırır. Vitaprosun müntəzəm qəbulu prostatın fəaliyyətini bərpa etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir. İstifadə etmədən öncə həkiminizlə məsləhətləşin. Digər sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi doktor Fərid Səlimovdur. Fərid Səlimov fizioterapevtik yanaşmayla xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılardan artıq daha tez və müasir idman yanaşması ilə canınızı qurtara bilərsiniz. 055-318-83-94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağlamlığınızı sağlam ikən qoruyun.
Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda.